Dedim ki, insanın ürəyinin istədiyini eləməsi səhv iş deyil, düz sözdür, düz istəkdir. Deyirik ki, mən nə istəyirəm, ürəyim istəyəni eləmək istəyirəm. Adətən biz deyirik ki, belə olmaz, adam ürəyi istədiyini eləməsin. Amma mən deyərdim ki, əsl irfan budur. İrfan deyilir, irfan, yəni ürəyin istədiyini eləmək. Hətta bu da düz deyil, deyəsən ki, bax gör, ürəyin nə istəyir, sonra bax gör, Allah nə istəyir, Allah istəyəni elə. Mən deyərdim ki, axıra qədər elə ürəyin istəyəni elə, amma budur ki, hansı ürək, o ürəyi tap. Görəcəksən ki, sənin ürəyin bir dərin qatı var ki, o nə istəyirsə Allah da onu istəyir. Onun istəkləri ilə Allahın istəkləri arasında heç bir ziddiyyət yoxdur. O istəklər Allahın istəkləri ilə toqquşmur. O da sənsən, sənin özündən gizli hissin, özündən gizli hissöndür. Mən deyirəm ki, ürəyin istəyəni elə biri deyə bilər ki, bəs mənim ürəyim günah istəyir axı. Mənim ürəyim günah istəyir. Mən də cavab verirəm ki, yox, ürək günah istəməz. Dəlilim nədir? Əleyhissalamın bu sözüdür. Buyurur ki, mən nəhəllah subhanahu an şeyin illa və əğna an. Allah deyir insana nəyi qadağan eləyibsə, ondan ehtiyacsız eləyib adamı. Yəni, günah ehtiyac ola bilməz, istək ola bilməz. Günah istəyən sən deyilsən. Sən ruhun üst qatıdır, o sən deyilsən, səni o təşkil eləmir. Səni o təşkil eləmir. O saxta məndir, həqiqi mən deyil. Ged ürəyin dərinliyinə baş vur, gör o nə istəyirsə, bil ki, Allah da onu istəyirsən. Ürəyinlə Allahın istəyi arasında heç bir ziddiyyət yoxdur. Heç bir ziddiyyət yoxdur. Keçmişdə mən bunu demişəm, alimlərdən də eşitmiş olarsınız bu sözü ki, ləzzət tələblik pis bir şey deyil. Adətən biz dini təbliğ eləyəndə biraz başqa cür danışırıq, insanların özü ilə din arasında ziddiyyət yaradırıq. Adam deyir, mən ləzzət istəyirəm, sən ona deyirən ki, ləzzət tələblik pis bir şey deyil. Bütün ləzzətlər mütləq ləzzətə Allaha qayıdır. Bir adam deyirsə, mən ləzzət istəyirəm, deməli Allahı istəyir. Bəzən ünvanı səhv salır. Sən ona deyirən ki, sən elə ləzzət istəməkdə davam elə, bu istəyindən əl çəkmə. Demə ki, yox, ləzzətləri qoy qırağa Allahı istə. Bəyəm Allahla ləzzət zid nöqtələrdir, xeyr. Sən deyirən, istə, ləzzət istə və düş ləzzətin dalıca, bu ləzzət istəmək sənə aparacaq ləzzətin mənbəyinə, Allaha. Çünki Allah ləzzətdir. Allah elə biz ona görə yaradıb ki, bizə ləzzət versin özündən. Ləzzət istəyirsənsə, istəyindən əl çəkmə, Allaha gedib çıxacaqsan. İnsan ləzzətdən doymur, düzdür? Və yeganə doyumsuz ləzzət Allahdır. Doyumsuz ləzzət axtar.